Allah'ın selamı, rəhməti üzərinizdə olsun əziz müsəlmanlar. Belə bir sual ünvanlayıblar. Deyirlər ki, Şiəliyi niyə bu qədər tənqid edirsən? Müsəlmanlar arasında niyə fitnə salırsan? Sənin başqa işin yoxmu? Dini Qurandan düzgün başa sal, istəyən götürər, istəyən də götürməz. Bəli, gözəl deyir. Elə bilirsiniz, xoşuma gəlir. Əziz müsəlmanlar, tam 20 il insanların təqdim etdiyi tırnaq içindəki İslamı anlattım. Sünnilik, şiəlik qardaşlığından bəhs etdim. Acı dolu bir xatirəmi nümunə verim, elə devam edim. Şəkidən Yevlağa gedirəm, namaz vaxtı gəldi, dostlarımla məscidə girdim. İmam durmuş, arxasında namaza durduq. Şiə idi imam. O bitirdikten sonra bir başka bu grup geldi. Sələfdən idi böyük ehtimalla. Onlar ayrıca bir namaz kıldılar. Bunu görəndə hayatımda hiç unutacaq bir hadisə də deyil əlbəttə. Neyse, sonunda gəlin buradan çıxaq dedim dostlarıma. Allah bu məscidi bizim başımıza yıxmadan. Müsəlmanlar ən mühüm ibadət, namazla belə bir araya gəlməyən İslam aləmindən bəhs edirəm. Lakin bu son 10 ildə öyrəndim ki, insanlara təbliğ etdiyimin Allahın dini ilə, kitabı ilə hər hansı bir əlaqəsi yoxdur. Və insanların əksəriyyətinə öyrədilənlərin də İslamla bir əlaqəsi yoxdur. İndi istəyirsiniz ki, biz bu İslamla əlaqəsi olmayan bütün bunları görüb, bu yolların sünniliyin də, şiəliyin də əyri olduğunu görüb susaq və insanlar sürü halında cəhənnəmə gedir, onlara göz yumaq. Və yaxud da yuvarlaq, hər kəsin xoşuna gələcək cümlələr işlədib, hər kəsə sevimli olub da həqiqəti gizlədək. Bunu bilin ki, həqiqət odur ki, bugün əsrlərdir, bugün də elə İslamın, bu Allahın kitabının önündəki ən böyük əngəllər sizə sünniliyi və şiəliyi öyrədən məzhəb din xadimləridir. Həqiqət budur. Biz həqiqətləri sizə anlatmağa borçluyuq. Allahın kitabından, Qur'anın pəncərəsindən baxın deməyə borçluyuq. Biz sadəcə sizi bu Qur'anın pəncərəsindən baxmağa dəvət edirik. Bizim işimiz bu pəncərənin önündəki kiri, oraya bulaşmış kirləri təmizləməkdir. Kim daha çox kirlədərsə onunla məşğul oluruq. Sizi bu kirlər həqiqəti görməyə, İslam günəşini görməyə və aydınlığınıza maneə törədir, əngəl təşkil edir. Çalışırıq, bacardığımız qədər bu kirlərdən təmizləyək. Təkrar edirəm və yenə də deyirəm ki, şiəlik, hal-hazırdakı şiəlik, Əhl-i-Beyt qanının məcusi fırçasıyla yazıya tökülmüş halıdır. Əhl-i-Beyt adıyla, Əhl-i Sünnət gözəl ifadələrlə sizi qandırırlar. Əhl-i-Beyt deyəndə axan sulardır əlbəttə ki, canımız, ciyərimiz. Nizami demişkən gözəl bir beytində deyir ki, gözümə surət-i canan görünür. Daha bilmirlər ki, bu canan üzərindən necə fitnə ötürür. Bu millətə, yəni eyni ilə tarix boyu, məsələn bu fitnənin başı, yəni nədir deyəsiniz, fitnə nə? Fitnə əslində siyasi xarakterli bir fitnədir daha çox. Allahın dini adından təqdim edilir. Necə ki, bunun başlanğıcını Muaviyə, İslam aləmində Muaviyə başladı. Nə elədi? Əli ilə savaşda qoşunlarına, öz qoşunlarının nizələrinin ucuna hökm Allahındır deyə nizələrin ucuna göstərdilər. Bu xoş kəlimə, bu ürəyə yatan kəliməyə hər kəs aşiq oldu ki, hökm əlbəttə ki Allahındır. Və Əlini və tərəfdarlarını, İmam Əlini kafir olaraq gördülər. O cümlədən şiə neylədi? Hüseynin qanı üzərindən, Əhl-i Beyt edilən zülm üzərindən yeni bir din icad etdilər. Və o dinə, o imamətə bağlanmayan şəxsləri kafir olaraq gördülər. Özlərindən görmədilər. Və bütün bu hadisələri tarix üzərindən bir din meydana gətirdilər. Və bu acıyı və bu nifrəti və bu siyasi oyunu təzə tutmaq üçün həmişə insanlara qarşı kinli, düşmənçiliyi artırmaq üçün hər il Əyyam-ı Fatimələr, yəni nədir? Əyyam-ı Fatimə, Ömər radiyallahu anh gəldi, Ömər,
Fatimə anamızın qarnındakı, bətnindəki uşağı düşürdü. Və o cümlədən xilafəti ələ keçirdilər. Və bütün bunları hər il mövlüdlər keçirərək ağlaşmalar, matəmlər canlı tutmağa çalışdılar. Qarşı tərəfə intiqam hissini hər zaman ayaqda tutmağı. Kimə qarşı bilirsiniz? Kimə qarşı? Sünnilərə qarşı. Conna, Petroya, İvana, Mixayla deyil. Əhmədə, Muhammədə, Ömərə, Əbu Bəkirə. Bütün bunlara qarşı hər zaman bu nifrəti canlı tutmaq üçün məcusi oyununa gəldilər və hal-hazırdakı təqdim edilən din bundan ibarətdir sizə. Quran-ı Kərim boşuna demir ki, Bakara 134. Yəni hal-hazırda nə Əhl-i Beyti qaldı Muhammed Aleyhisselamın, nə sahabəsi qaldı. Yox. Tilkə ümmətun qad xalət ləhə mə kəsəbət və ləkum mə kəsəbtum. Onlar bir ümmət idi, gəldi, keçdi. Onların qazandıqları onlaradır. Sizin qazandığınız sizədir. Bu sözlər boşuna mı? Dinlərini niyə o qədər tənqid edirəm? Baxın, dinlərini elə bir təməl bünövrə üzərindən qurmuşlar ki, bunun yeri nə Allahın kitabında yox, bir kəlməsi, nə də səhih, özlərinin iddia etdiyi hədislərdə yox. Nədir bu? Xilafət məsələsi. Əliyə veriləcəkdi də, verilmədi, qəsb olundu. Qədir Xum hadisəsini qabardır. Nə Quranda bu kəlmədə zərrə qədər işarət var, nə də ki, Peyğəmbərimizin o vəsiyyətlərində işarət var. Yoxdur. Fəqət sizə elə bir din təqdim etmişlər ki, sanki Əhl-i Sünnət onların əlindən bütün hakimiyyəti almış, qəsb etmiş. Hal-hazırdakı düşmənləri də elə onlardır. Əslində Əhl-i Sünnəti müdafiə amaçlı demirəm. Onlar da bir başqa bəla. Əlbəttə. Yəni demək istəyirəm ki, nə sünnilik, nə şiəlik sizi qardaş etməz. Qardaşlıq Allahın kitabının rəhbərliyi ölçüsündədir. Ona baxarsanız, onu ölçü alarsanız, həqiqi müsəlman olarsınız və qardaşlığı təmin edə bilərsiniz. Bugün zillət İslam aləminə hakimdir. Nədən? Çünki hərəsi bir səmtə çəkib. Və inanın, bu həqiqətdir. Bir ananın övladı, biri sələf, biri şiə olsa belə, iki qardaş bir-birinə düşmən olur. Şiəliyə girdikcə, biri də sünniliyə, sələfiyə girdikcə iplər gərilir. Hərəsi çünki hər bir tərəfə çəkir, bir səmtə çəkir. Öyrəndikcə ip gərilir və qopar. Bugün sünnilərin və şiələrin bir arada olmaları və onların bəzilərinin, hamısına aid deyil, birinin digərini qardaş görməsi sadəcə bu səbəblədir. Çünki şiəliyi yaxşı bilmirlər, sünniliyi yaxşı bilmirlər. Dərinə geçsələr o iplər qopar. Fəqət Quran-ı Kərimi rəhbər alan bir insan, Qur'ana yönələn bir insanı Allah müsəlman, yəni iki fərqli ananın övladları olsa belə, biri qara, biri zənci olsa, biri beyaz olsa belə, dünyanın o bir ucunda da olsa, iki fərqli ananın övladını qardaş edər. Sizi bu qardaşlığa dəvət edirəm. Və inanın ki, əgər siz İslamın, yəni müsəlmanlığın, insanlığın dərdini azca çəkirsinizsə, sizi aldadan, qandıran din xadimlərinin təqdim etdiyi dindən uzaq qalırsınız. Uzaqlaşarsınız və Allahın kitabına yönələrsiniz. Və dediklərimi də Türklər demişkən yabana atmazsınız. Allah bizi Quran üzərə cəm edən qullarından eyləsin. Yox, əgər bu kitaba yönəlməyib, o dediyim kimi Muaviyyənin başlatdığı oyun, istər məcusilərin başlatdığı o oyunla sizi, yəni bu iki qrupu hər əsrdə, elə günümüzdə də İslam düşmənləri öz məqsədlərinə istifadə edir, alət edirlər, edə bilirlər. Son Suriya hadisələrində gördünüz bunu açıq-aşkar. Sizdən istifadə edərlər ki, necə ki, tarix boyu istifadə etmişlər. Bu səbəblə gərək biz Allahın bu kitabına yönəlib onu rəhbər edək ki, başqalarının oyunlarına gəlməyək və bir daha tarixdəki o xataları həyatımıza daşımayaq. Məncə, başa düşənlər üçün bu qədər kifayətdir.